Salam müəllimlər, sınaq 21-in izahlarına baxırıq. Həqiqi sahəsi 4732 kvadrat kilometr olan taxıl zəmisinin xəritədə tutduğu ərazi paletkada göstərilmişdir. Xəritənin tərtib edildiyi miqyası müəyyən edin. Damaları saysaq 24 tam dama, yarımçıq damaların da sayı 8 ədəddir. 8 yarımçıq dama 4 tam deməkdir. 24 üzərinə 4, 28 dama olacaq və paletka məsələlərində damaları 4-ə bölürük, alırıq 7. Burada həqiqi sahəni verib 4732. Bu rəqəmi biz bölürük. 4732-ni bölürük 7-yə kök altında. Miqyası bizdən soruşur. Olacaq 676. Kökdən də çıxır 26. Doğru cavab 5-0 əlavə edici söz yox. C variantı. İkinci suala baxırıq. Qarabağ iqtisadi rayonu üçün hansı fikirlər doğrudur? Zəngilan inzibati rayonu ilə həmsərhəddir. Zəngilan deyilir, Cəbrayıl ilə olar. Zəngilan yanlışdır. Tərkibinə Beyləqan inzibati rayonu daxildir. Xeyr. Beyləqan Milmuğan iqtisadi coğrafi rayonunda yerləşən inzibati rayondur. Tərkibinə daxil olan Xankəndi şəhəri inzibati rayon mərkəzi deyil. Bu ifadə doğrudur. Ərazisində yarım səhra landşaftlarına rast gəlinir. Doğrudur. Bərdə-Ağcabədi tərəfdə ola bilər. Ərazisində Sərsəng və Suqovuşan su anbarları Qaragöl qoruğu yerləşir. Sərsəng və Suqovuşan ola bilər, amma Qaragöl Laçında yerləşir. Laçında Şərqi Zəngəzura aiddir deyə yanlışdır. Hadrut qəsəbəsi və Ağdərə şəhəri yerləşir. Tamamilə doğrudur. Hadrut qəsəbəsi Füzulidə yerləşir. 3, 4, 6 sualın doğru cavabıdır. 3-ə baxırıq. Yer kürəsinin sxemdəki vəziyyətinə əsasən düzgün fikirləri müəyyən edin. Yeni Zelandiyada ən uzun gündüz müşahidə edilir. Bilirik ki, günəş daha çox cənub yarımkürəsini işıqlandırır və deməli günəş cənub tropikində zenitdədir, qış gün dönümüdür. Cənub yarımkürəsində ən uzun gecə, ən qısa gündüz müşahidə edilir. Burada Yeni Zelandiyada cənub yarımkürəsində olduğu üçün ən uzun gündüz müşahidə ediləcək. Bir doğrudur. İkinciyə baxırıq. Bu vəziyyətin baş verdiyi tarixdən, yəni 22 dekabr tarixindən etibarən şimal yarımkürəsində artıq gündüzlər uzanmağa başlayır. 1-2 sualın doğru cavabıdır. Bu vəziyyətin baş verdiyi tarix cənub yarımkürəsində ən isti gün hesab olunur. Bu yanlışdır, çünki cənub yarımkürəsində ən isti dekabr deyil də quru səthində yanvar, suda isə fevral olacaq. Yanlışdır. Daha sonra bu vəziyyətin baş verdiyi tarixdən etibarən cənub tropik işıqlanma qurşağının sahəsi artar. Yəni işıqlanma qurşaqlarının sahələrinin artıb azalması meyillilik bucağı ilə bağlıdır. Yəni günəşin düşmə bucağı ilə deyil. 4-də yanlışdır. Bu vəziyyətin baş verdiyi ay şimal yarımkürəsi üçün ən soyuq ay hesab olunur. Bilirik ki, şimal yarımkürəsində ən soyuq ay yanvar ayıdır, amma su üzərində isə fevral ayıdır. Yəni bu vəziyyətin baş verdiyi ay, yəni dekabr olmayacaq şimal yarımkürəsi üçün ən soyuq ay. Dedik ki, yanvar ayıdır. 5 də yanlışdır. 1-2 sualın doğru cavabıdır B variantı. 4-ə baxırıq. 3-cü saat qurşağının şərq sərhədi ilə 23-cü saat qurşağının qərb sərhədi arasındakı yerli vaxt fərqinin neçə dəqiqə olduğunu hesablayın. İlk öncə yazırıq. 3-cü saat qurşağının şərq sərhədini tapaq. 3-ü 15-ə vururuq. 45 dərəcə şərq uzunluğu. Şərq sərhədi olacaq 37,5 şərq uzunluğu. 24-dən 23-ü çıxırıq 1, vururuq 15-ə. 15-in üzərinə də 7,5 gəlirik. Qərb dediyinə görə olacaq 22,5 qərb uzunluğu. Daha sonra biri şərq, biri qərb olduğu üçün toplayırıq. Olacaq 75 dərəcə. Dəqiqə dediyinə görə 75-i 4-ə vururuq. Alırıq 300 dəqiqə. 5-ə baxırıq. Litosfer tavalarının xəritə sxeminə əsasən hansı tavalarının hərəkət istiqaməti doğru göstərilmişdir? Məsələn, Nazca ilə Hind-Avstraliya oxları bu formada olmalıdır. Yanlışdır. Eyni istiqamətdə hərəkət edən litosfer tavalarıdır həmçinin. Burada göstərilən litosfer tavalarının hərəkət istiqamətinə nəzər salsaq, 3-ün doğru olduğunu görərik. Y variantı. Bir daha xəritədə də göstərək. Gördüyünüz kimi qərb istiqamətində hərəkət edir. Növbəti sual. Şəkildə xarici amillərin təsirindən formalaşan relyef vahidləri təsvir edilmişdir. Bu relyef vahidləri üçün düzgün fikirləri müəyyən edin. Diyun və barxan təsvir edilmişdir. Diyunlar iki tərəfli küləyin təsiri ilə, barxanlar isə bir tərəfli küləyin təsiri ilə formalaşır. Təbii ki, səhralarda fiziki aşınma üstün olacaq. Bizdən düzgün fikirləri istəyir. Deflyasiya küləyin fəaliyyəti doğrudur. Burada
Defilyə isə külə ilə bağlıdır, amma sirk isə eksarasiya, buzlağın fəaliyyətidir. 3 yanlış olacaq. Yeraltı suların fəaliyyətinin təsiri ilə əmələ gəliblər, yanlış ifadədir. Morfos klubdur, yəni eksogen mənşəli olduğuna görə 5 doğrudur. Yayıldığı ərazilərdə kimyəvi deyil də fiziki aşınma üstün olacaq. 1, 2, 5 sualın doğru cavabıdır. Y variantı. 7. Şərqi qat, Makdonel və Hamersi dağlarına aid olan xüsusiyyətlər biz bilirik ki, 4 dağ var ki, Şərqi qat, Qərbi qat, Makdonel və Hamersi dağları Baykaldan əvvəl yaranmış dağlardır. Cavab B variantı. 8-ə baxırıq. Respublikamızda müvafiq olaraq Kaynazoy, Mezozoy yaşlı süxurların relyef vahidlərini müəyyən edin. Təbii ki, Kaynazoy yaşlı A variantına baxsaq, vulkanik yaylada 4-cü dövr vulkanik süxurları Kaynazoy yaşlı olacaq, amma Murovdağda isə Mezozoy yaşlı süxurlar geniş yayılmışdır. Dağlıq Əyri çayda məsələn Kaynazoy ola bilər, Ceyran çöldə də Kaynazoydur Neogen süxurlarına görə. Zəngəzur silsiləsində Kaynazoydur. Paleogen süxurları geniş yayılıb. Şirvan düzündə 4-cü dövr. Qusar Mali düzündə Neogendir, Kaynazoy yaşlıdır. Peştəsərdə Paleogen yaşlıdır. Burovlarda biz Neogen süxurlarını da hətta görə bilərik. Sonra Sudur silsiləsi Baş Qafqazda Mezozoy yaşlı süxurlar geniş yayılıb. Arazboyu düzənliklər də 4-cü dövr olacaq, yəni Kaynazoy yaşlıdır. 9-a baxırıq. Cədvələ əsasən süxurların metamorfikləşməsinin düzgün verildiyi, göstərildiyi sıraları müəyyən edin. Bilirik ki, əhəng daşı mərmərə çevrilir, bu doğrudur. Qum daşı kvarsitə çevriləcək. Kvarsit qum daşı deyil, yanlışdır. Qranit qneysə çevrilir, doğrudur. Girgilli şistə doğrudur. Bazalt almaza deyil, qrafit almaza çevrilər, yanlışdır. Qneys, kvarsit, bu yanlış ifadədir. Kvarsit burada verilib, görürsünüz, qum daşıdır. Qranit də qneysə çevrilir, burada qneys verilib, yanlışdır yəni. 1, 3, 4 sualın doğru cavabıdır, B variantı. Ona baxırıq. Düzgün olan fikirləri müəyyən edin. Bakı şəhərində gecə və gündüzün uzunluqları arasındakı vaxt fərqi il ərzində 4 saat 20 dəqiqədən çox ola bilməz. 40 dərəcə şimal enində ən uzun gündüz 22 iyun, təxminən 15 saat 3 dəqiqə deyək. Ən qısa gündüz 22 dekabrda 8 saat 57 dəqiqədir. Ən böyük fərq qış və yay gün dönümlərində, yəni 15-dən biz 8-i çıxarıq, 8:57-ni alarıq 6 saat. Deməli, gecə ilə gündüz arasında fərqi tapırıq 6 saat. Amma burada deyir ki, 4:20-dən çox ola bilməz. Axı 6 saat dedi, deməli çox ola bilər. 1 yanlış olar. 2-yə baxırıq. 25 dərəcə cənub enliyində günəş şüaları günorta vaxtı il boyu üfüqün şimal tərəfində görünür. Təsəvvür edin ki, bu ekvatordur. Bura olsun 25 dərəcə cənub enliyi. Günəş şüaları 23,5-də olur və günəşi özündən həmişə şimalda görür. Günəş şüaları da günorta vaxtı üfüqün şimal tərəfində. Amma kölgə də isə cənubda olacaq. Ya cənub-şərq, ya cənub, ya da cənub-qərb tərəfdə. Yəni bu ifadə tamamilə doğrudur. 1 bölünsün 2 milyon miqyaslı xəritədə Xəzər dənizinin sahəsi İrlandiya dənizinin sahəsindən daha böyük olar. Yadda saxlayın, xəritənin miqyası nə qədər böyük olarsa, real sahəsi nə qədər böyükdürsə, yəni həmin xəritədə həmin coğrafi obyekt də böyük sahə tutur. Məsələn, Xəzər dənizinin sahəsi 371 min kvadrat kilometrdir, İrlandiyada 45 min olacaq. Təbii ki, Xəzər dənizinin sahəsi böyük olduğuna görə xəritədə də böyük ərazi tutar. Yəni nə deyir burada? Xəzər dənizinin sahəsi İrlandiya dənizinin sahəsindən daha böyükdür xəritədə. Təbii ki, bu ifadə də doğrudur. 2 ilə 3 olacaq. Sonra 4-ə baxırıq. Orta miqyaslı xəritədə uzunluğu 24 sm olan çayın həqiqi uzunluğu 46,8 km ola bilər. Bilirik ki, orta miqyaslı xəritə 1 bölünsün 200 mindən 1 bölünsün 1 milyona qədər yəni arasında dəyişir. Bu miqyaslarda deməli orta miqyaslı xəritənin ən böyüyü elə 1 bölünsün 200 min izahlı miqyasa çevirəndə olacaq 1 sm-də 2 km. Yəni bu o deməkdir ki, orta miqyaslı xəritələrdə 1 sm-də olan real məsafə ən azı 2 km olmalıdır. Burada da biz 46,8-i 24-də bölsək, alarıq 1,95. Düzdürmü? Yəni bu orta miqyas ola bilməz də. Buna 3 dənə 0 yazaq burada. Çünki vergülə görə. Bu orta miqyas olmaz, böyük miqyas olar. Amma burada deyir ki, orta miqyaslı xəritədə ola bilər. Deməli, bu ifadə yanlış olacaq.
5-ə baxırıq. Qırmızı dənizin 500 litr suyundan alınan duzun miqdarı orta duzluğuna malik olan 600 litr okean suyundan alınan duzun miqdarına bərabər deyil. İndi gəlin hesablayaq. 42-ni, yəni qırmızı dənizi duzluğunu 500-ə vursaq, alarıq 21.000. Yəni 21 kiloqram. Daha sonra orta duzluğu deyirsə, yəni o da 35 kiloqramdır axı. 35 promil. Onu da 600-ə vuranda olacaq yenə də 21.000 qram, yəni 21 kiloqram edir. Deməli, hər ikisindən tam olaraq bərabər miqdarda 21 kiloqram, yəni duz alınır. Yəni bərabərdir. Burada deyil, bərabər deyil. Deməli, bu yanlışdır. Altını oxuyuruq. Çayın orta meyilliyi onun mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqidir. Bilirik ki, mənbə ilə mənsəb arasında hündürlük fərqi çayın düşməsidir. Meyillilik isə düşmənin çayın uzunluğuna olan nisbəti sayılır. M bərabərdir. D bölünsün L düsturuna əsasən biz hesablayırıq. Burada doğru cavablar olacaq 2 və 3. 11-ə baxırıq. Aşağıdakı əlamətlərin aid olduğu çay və eroziya basisi. Baxaq, eroziya basisi daxili dənizdir. Birinci elə adan başlayaq, anı yoxlayaq. Visla çayının mənsəbi Baltik dənizidir. Baltik dənizi daxili dənizdir. Ərazisindən axdığı ölkəni 2 hissəyə bölür. Visla Polşa ərazisindən təbii ki 2 hissəyə ayıracaq. Paytaxt şəhərdən axır, bəli, Varşava şəhərindən. Tranzit çay hesab olunmur, təbii ki yalnız Polşanın ərazisindən keçdiyinə görə. Elə A doğrudur. Digərlərinə baxaq. Daugava düzdür, Baltik dənizinə axır. Daugava çayı paytaxt şəhərdən axmır. Bu məsələn Pozur. Sonra Elba çayı şimal dənizi, yəni daxili dəniz deyil, kənar dəniz hesab olunur deyə Y-də çıxılar. Şimal dənizi daxili deyil, Baltik dənizi Oder. Oder tranzit çay hesab olunur. Çünki Almaniya və Polşa sərhədindən axır. Təkcə məsələn bir ölkənin ərazisindən axsaydı biz onu tranzit çay hesab edərdik. Ona görə doğru cavab burada A variantıdır. 12-ci sual, düzgün fikirləri müəyyən edin. Patom yaylası, Timan tirəsi və böyük su ayırıcı dağları eyni dağ əmələ gəlmə mərhələsində formalaşmışdır. Patom yaylası Baykal gölü ətrafındadır. Baykal gölü ətrafında Patom yaylasıdır. Sonra Timan tirəsi Şərqi Avropada Şimali Divina və Peçora çayları ayırır. O hissədə olmalıdır. Yəni bu ərazilər Baykal qırışığında ola bilər. Qədim qırışıqlıqdır. Amma böyük su ayırıcı ilə eyni deyil axı. Böyük su ayırıcı Hersin qırışıqlığında, Paleoza erasında yaranmışdır. Deməli, bu ifadə yanlış olacaq. Sonra Qiviyana və İran dağlıq yaylaları eyni dağ əmələ gəlmə mərhələsində formalaşır. Bu xəritəyə baxsanız, Qiviyana yaylası burada qədim platformadır, amma İran olacaq yeni qırışıqlıq, yəni Alp qırışıqlığı, seismik ərazidir həmçinin İran yaylası. Ona görə də eyni mərhələdə yaranıb ifadəsi yanlışdır. Deməli 1 və 2 yanlışdır. Transqresiya zamanı səth örtüyünün albedosu artar. Xeyr, azalar olmalıdır. 3 də yanlışdır. Aerozollar atmosfer çöküntülərinin formalaşması üçün mühüm əhəmiyyətə malikdir. Təbii ki, aerozol olmasa yağış yağmaz. 4 doğrudur. Ölkəmizin bütün təbii vilayətlərində yarım səhra var, təbii ki. Kür dağarası çökəkliyi təbii vilayətində hündürlüyü 500 metrdən çox olan relyef vahidlərinə rast gəlir. Təbii ki, Bozdağ elə 500 metrdir. Bundan başqa Palantökən, Çobandağ 500 metrdən çox olacaq. Yəni doğru cavab 4, 5, 6-dır. 13-ə baxırıq. Düzgün fikirləri müəyyən edin. Skagerrak, Kattegat boğazları və Kil kanalı eyni dənizlərin su əlaqəsini təmin edir. Bu doğru ifadədir. Şimal və Baltik dənizlərindən söhbət gedir. Liguriya, Adriatik, Tiren və İonik dənizlərinin sahillərində Aralıq dənizi iqlim tipi müşahidə olunur. Təbii ki, Aralıq dənizinin içərisində yerləşən dənizlərdir və hər 4 dənizdə də Aralıq dənizi iqlim tipini müşahidə edə bilərik. Bu ifadə doğrudur. 1, 2, 3-ə baxaq. Reyn, Elba və Oder çaylarının eroziya basisi eyni dənizdir. Reyn çayı şimal dənizinə aiddir, amma Elbanı da aid edə bilərik, amma Oder çayını Baltik dənizinə aid etməliyik. 3 yanlışdır. Afrika və Cənubi Amerika materiklərinin yerləşdiyi litosfer havaların üfüqi hərəkəti nəticəsində Atlantik okeanın sahəsi artır olmalıdır. 4 yanlışdır. Asiyanın çayları 3 okean hövzəsinə aiddir. Xeyr, Asiyanın çayları 4 okean deyə bilərik hətta. Nəyə görə? Məsələn, Sibirin çayları
şose rolunu oynayan, qışda şose rolunu oynayan həmin çaylar Şimal Buzlu Okeana aiddir. Sakit Okeana məsələn Asiyanın çaylarından Amur, Xuanxe, Yangtze, Mekong çaylarını misal göstərmək olar. Aid olan Dəclə, Fərat çayları, ən böyük deltalı çaylar olan Qanq və Brahmaputra çaylarını misal göstərmək olar. Bəs deyərsiniz Atlantik Okeanla əlaqə? Bilirik ki, Kiçik Asiya yarımadasından Egey dənizinə, Qara dənizinə müxtəlif çaylar tökülür. O çaylara məsələn Yaşıl İrmaq, Qızıl İrmaq, Böyük Məntərəz, Seyhan, Ceyhan çayları misal göstərmək olar ki, Türkiyənin ərazisindən axır da bu çaylar Aralıq dənizinə və ya Qara dənizə, Egey dənizinə. Bu çaylar bilavasitə Atlantik Okeanı ilə əlaqələnir ki, biz Asiyanın çaylarını hövzəsi deyəndə 3 deyil də 4 okean hövzəsinə aid etməliyik, 5 də yanlışdır. Okeanlarda orta duzluğa təsir edən əsas amil buxarlanmadır. Təbii ki, buxarlanma çox olanda duzluq artacaq. Buxarlanma da harda çox olur? İsti cərəyanın keçdiyi yerdə. Ona görə biz deyirik ki, isti cərəyan duzluğu artıran cərəyandır, soyuq cərəyanlar isə duzluğu azaldan cərəyandır. Növbəti sual 14. Avrasiya materikində qərbdən şərqə doğru bütöv zolaq əmələ gətirməyən iqlim qurşaqları. Ümumiyyətlə zolaq əmələ gətirməyən iqlim qurşaqlarının adlarını çəkirəm. Ekvatorial, subekvatorial, tropik. Bu iqlim qurşaqları da deyəndə subtropiki buradan çıxarıq, mülayimi çıxarıq. Subtropik, subtropik yerdə qalır Y variantı. 15. Verilən fikirlərdən hansılar Afrika materiki üçün səciyyəvi olub, həm Şimali, həm də Cənubi Amerika materikləri üçün səciyyəvi deyil? Baxaq, savanna və seyrək meşələr təbii zonasına rast gəlinir. Təbii ki, Şimali Amerika, Cənubi Amerika, Afrikanın hər üçündə savanna və seyrək meşələr təbii zonasını görə bilərik. Gərək Afrika materiki üçün uyğun olsun, amma Şimali və Cənubi Amerika üçün uyğun olmasın həmin xüsusiyyət. İqlim qurşaqları təkrar olunur. Təkrar olunma Afrikada var, amma Cənubi Amerika materikində də ekvator xətti keçdiyinə görə subekvatorial iqlim qurşağı 2 dəfə təkrar olunur. Deməli, bu da aid olmaz. Çöl təbii zonasına rast gəlinir. Ümumiyyətlə, Afrikada çöl zonası yoxdur. Amma Afrika üçün gərək səciyyəvi olsun axı həmin xüsusiyyət. Amma Cənubi Amerikada çöl zonası deyə bilərik, Şimali Amerikada çöl zonasının adını çəkə bilərik. Sahiliniz daxili dəniz suları yuyur. Afrikada daxili dəniz qırmızı dənizdir, amma Şimali Amerika, Cənubi Amerikada daxili dəniz görə bilmərik. Deməli 4 uyğundur. 5. Bir tropik və 2 mülayim işıqlanma qurşağında yerləşir. Afrika 3 işıqlanma qurşağında yerləşən materikdir. 1 tropik, 2 mülayim işıqlanma qurşağında yerləşir. Amma Cənubi Amerika 2 işıqlanma qurşağında yerləşir deyə biz bunu da aid edirik. Ümumiyyətlə Şimali Amerikanda biz 3 işıqlanma qurşağı götürə bilərik. 1 tropik, 1 mülayim, 1 də qütb. Amma burada deyil, 1 tropik, 2 mülayim işıqlanma qurşağı. Bu yalnız Afrika materikinə aiddir. Nə Şimali Amerikaya, nə də Cənubi Amerikaya aid deyil. Y variantı 16-ya baxırıq, iqlim diaqramları verib. 271-dən görürük artıq Naxçıvan, 1402 Lənkəran, 1036 Zaqatala. İndi baxaq, bu iqlim diaqramlarının aid olduğu iqlim yarım tiplərindən heç birinə Naxçıvan ərazisində rast gəlinmir, ifadəsi yanlışdır. İndi Naxçıvan adını çəkdik. Daha sonra ikinci diaqramın aid olduğu iqlim yarım tipinin yayıldığı ərazilərdə əkinçilikdə suvarma tətbiq edilir. Təbii ki, Lənkəranda yağış çox yağsa da, qış aylarında yağış düşdüyü üçün yay aylarında suvarma tətbiq olunur deyə doğru ifadədir. İkinci diaqramın aid olduğu məntəqədə 22 dekabr tarixində gündüzün uzunluğu 1 və 3-cü diaqramların aid olduğu məntəqələrdəkindən daha qısadır. Deməli, Lənkəran ərazisi daha cənubda yerləşir. Orada daha uzun olar gündüzün uzunluğu 22 dekabr tarixində. Burada qısadır yazıb deyə yanlışdır. Üçüncü diaqramın aid olduğu iqlim yarım tipinə Kiçik Qafqazın alçaq və orta dağlıq hissəsində rast gəlinir. Üçüncü diaqram olacaq qışı quraq keçən Zaqatala. Məsələn, qışı quraq keçən mülayim isti iqlimdə yerləşir ki, Kiçik Qafqazda orta dağlıq hissədə bu iqlimə rast gəlinir. Birinci diaqramın aid olduğu iqlim tipinə Mil və Muğan düzlərində rast gəlinir. Bu doğru ifadədir. Yarım səhra quru çöldən söhbət gedir. Amma Mil Muğanda qışı mülayim keçən yarım səhradır. Amma Naxçıvanda qışı soyuq keçən yarım səhradır. 6-ya baxırıq. İkinci diaqramın aid olduğu məntəqənin yerləşdiyi İnzibati rayonda bütün fəsillərdə bol yağıntılı soyuq iqlim yarım tipinə rast gəlinir. Xeyr, bütün fəsillərdə bol yağıntılı Şəki Zaqatala tərəfdədir.
Yəni nə Lənkəran vilayətində, nə Kiçik Qafqazda, nə də Naxçıvanda bu iqlim yarım tipinə rast gəlmək mümkün deyil. Deyə altında çıxırıq 2, 4, 5 sualın doğru cavabıdır. 17-yə baxırıq. Deməli, 1-də olacaq Bering dənizi, 2-də Tatar boğazı Saxalin adasını ayırır Asiya qitəsindən. 3-də Laperuz boğazı Saxalini Hokkaydo adasından ayırır. 4 olacaq Koreya boğazı. Duzluğu 36 promil olan 1 litr suyun duzluğu 40 promilə qədər artmışsa, neçə litr suyun buxarlandığını müəyyən edin. Biz bilmirik, x yazacağıq. 1 litr x 36, 1 litrdə 40% yazaq. 40%. Daha sonra yazırıq. Yuxarıdan yazıram. Bu tənasibi yazandan sonra yazırıq. 40 çıxılsın 40x bərabərdir 36. 40x bərabərdir 4. X də bərabərdir 4-ü 40-a böləndə 0,1 litr tapmış oluruq. A variantı. Xəritə sxemə əsasən rəqəmlərə müvafiq gələn coğrafi obyektləri müəyyən edin. 1. Diamantina çayı. 2. Cooper Creek çayı Eir gölünə axır. 3. Darling çayı. 4. Murray çayı. 5. Eir gölü. 6 isə Torrens gölüdür ki, şorsuludur, milli park hesab olunur. 20. Mənbələri Çin, mənsəbləri Vyetnam və Myanmanın ərazisində yerləşən müvafiq çaylar. Təbii ki, mənsəbi Vyetnam olan Mekong çayı Çindən başlayır. Çindən başlayan Saluin, İravadi çayları Andaman dənizinə axır, Myanma ərazisindən. Yəni burada Mekong və İravadi və ya Saluin ola bilər. B-ni çıxarıq, çünki 1-də Mekong olmalıdır. C-ni çıxarıq, D. Brahmaputra olmaz. Biz dedik ki, Saluin və İravadi olmalıdır ikincidə. Təbii ki, A variantı düzgündür. 21-ə baxırıq. Çayların mənsəbinin düzgün verildiyi sıraları müəyyən edin. Deməli, Peçora Ağ dənizinə. Xeyr, Peçora ilə Peçora dənizi olacaq. Ob, Laptevlər deyil, Kara dənizi olmalıdır. Colorado, təbii ki, Kaliforniya körfəzi, Meksika ərazisindən. Po, Adriatik dənizi, İtaliyanın ən uzun çayı, doğrudur. Amur, Yapon dənizi deyil, Tatar boğazı olmalıdır. 5 yanlışdır. Ebro, İspaniya ərazisindən Aralıq dənizinə, doğrudur. Sualın doğru cavabı 3, 4, 6. 22-yə baxırıq. Adalar qrupuna aid olduğu müvafiq Avropa ölkələrini müəyyən edin. Burada Azor adaları aid olacaq Portuqaliyaya. Sonra Kanar adaları aid olacaq İspaniyaya. Farer adaları Danimarka. 4. Spitsbergen adaları isə Norveçə aiddir. 23. Düzgün fikirləri müəyyən edin. İsti okean cərəyanlarının olduğu bütün ərazilər mərcanların yaşaması üçün əlverişlidir. İsti cərəyanlardan biri də Şimali Atlantik, Norveç cərəyanı, soyuq ərazilərdə axı mərcanlar olmaz. Bu ifadə yanlışdır. Yerin xarici təbəqələrinin yaranma ardıcıllığı litosfer, atmosfer, hidrosfer, biosfer olaraq davam edir. Bu ifadə doğrudur. Ən sonda biosfer olacaq. Ən cavan təbəqə. 3. Darfur və Barkli platolarında paleotektonik, Meseta və Colorado platolarında isə neotektonik proseslər. Yəni seismik ərazilərdə neotektonik olur. Barkli Avstraliyada, Darfur isə Şahid dağdır Şimali Afrikada. Darfur yaylası, orada Marra dağı da var. Deməli 3 doğru ifadə sayılır. Kuba, Haiti, Falkland və Pasxa adaları eyni okeanda yerləşir. Kuba Atlantik okean, Haiti də həmçinin. Falkland Atlantik, amma Pasxa Sakit okeanda yerləşir, Çiliyə məxsus ada sayılır. Ekstremal təbii şəraitə malik olan bütün ərazilərdə havanın temperaturu 0 dərəcədən aşağı olur. Onlardan biri də səhralardır. Səhralarda 0 dərəcədən aşağı olmur axı. Deməli 5-də yanlışdır. Havanın temperaturu artdıqca termik təzyiq azalır. Bir şey yadda saxlayın. Hava qızdıqca genişlənir, yüngül olur və yuxarıya doğru qalxır. Nəticə olaraq alçaq təzyiq yaranır. Qalxan hava alçaq təzyiq. Və temperatur artanda enən hava yüksək təzyiq olur. Deməli temperaturla termik təzyiq tərs mütənasibdir. Yəni temperatur artanda termik təzyiq azalacaq. Bu ifadə doğru olacaq. 2, 3, 6 sualın doğru cavabıdır. A variantı. 24-də baxırıq. Azərbaycanda təbii halda yayılmış iynəyarpaqlı ağac növləri. Qara çöhrə iynəyarpaqlıdır. Qarmaqvari şam
iynəyarpaqlı, Eldar şamı, ardıc iynəyarpaqlıdır. Amma burada saqqız ağacı məsələn bizə iynəyarpaqlı deyir də. Saqqız ağacını bəzən müəllimlər qarışdırır, elə bilir iynəyarpaqlıdır. Xeyr, enliyarpaqlıdır. Fıstıq, vələs, palıd ağacları Azərbaycan meşələrinin 80%-ni əhatə edir ki, enliyarpaqlıdır. Bizdə iynəyarpaqlı ağaclar az saydadır. Burada vələsi çıxarsınız, burada vələsi çıxarsınız, burada saqqız ağacını çıxarsınız. Məsələn, qarmaqvari şam Göygöldə iynəyarpaqlı sayılır. Qaraçöhrə Pirquluda, Eldar şamı Samuxda ellər oyğu, ardıc da bilirsiniz də, Türyançay qoruğunda da deyə bilərik. A variantı. 25. Doğru fikirləri müəyyən edin. ABŞ-da Mississippi çayı və böyük göllər arasında olan kanallar Sakit və Atlantik okeanları arasında yükləri daşınmasını təmin edir. Bu ifadə yanlışdır. Daxili yüklər ola bilər, amma Sakit və Atlantik okeanı arasında ola bilməz. Yəni bu yanlışdır. 2. Kil kanalı Baltik və Şimal dənizi olmalıdır. Barents deyil. 2 də yanlışdır. Sindao və Valdiz limanları. Sindao Çindədir. Valdiz də ABŞ-a məxsusdur. Hər ikisi də Sakit okeandır. Yəni eyni okeandır. Amma müxtəlif ölkələrdir. Bu ifadə doğrudur. Dəniz daşımalarında ilk sıranı neft və neft məhsulları tutur. Maye yüklər. Doğrudur. Dünya nəqliyyatında konteynerləşmə yalnız dəniz deyil, bütün nəqliyyat növləri olmalıdır. Yanlışdır. Əlcəzairdən İtaliya və İspaniyaya ixrac edilən təbii qazın əsası hissəsi boru kəmər nəqliyyatı doğrudur. 3, 4, 6 A variantı olacaq. 26-ya baxırıq. Xəritə sxemə əsasən uyğunluğu müəyyən edin. 1. Afroaziya, Sami Hami dil qrupu. 2. Niger Kordofan. 3. Olacaq German. Hind-Avropa dil ailəsinin German dil qrupu. 4 olacaq Malagasilərin yaşadığı Avstroneziya dil ailəsi. Yəni burada olacaq 1-ə B, 2-yə C, 3-ə A, 4-ə D. D variantı. 27. Doğru olmayan bəndi seçin. Birləşmiş Ərəb Əmirliyi və Bruney mütləq monarxiyalı dövlətlərdir. Bəli, doğru ifadədir. Birləşmiş Ərəb Əmirliyi Ərəbistan yarımadasında, Bruney isə Kalimantan adasında yerləşən bir dövlətdir. Mütləq monarxiyalı ölkələr sayılır. Doğru ifadədir. Ne yazıb? Respublikalarda dövlət başçıları xalq tərəfindən seçilir təbii ki. Monarxiya irsidir. Əhalisi 100 milyon nəfərdən artıq olan dövlətlərin sırasında İndoneziya, Yaponiyada var. Təbii ki, doğrudur. Ruhani zümrənin hakimiyyəti teokratiya adlanır. Doğrudur. Bütün cırtdan dövlətlər Avropada yerləşir ifadəsi yanlışdır. Cırtdan dövlətlərə Okeaniyada da rast gəlmək olar. 28. Şaquli cisimlərin kölgəsinin uzunluğu günorta sıfıra bərabər olmur. Çayları yalnız bir okean hövzəsinə aiddir. Ərazisi qədim, ən qədim və orta olmaqla 3 qırışıqlıq vilayətində yerləşir. Verilmiş xüsusiyyətlərin aid olduğu yarımadanı müəyyən edin. Xəritəyə fikir versəniz, burada Taymır yarımadasında 3 qırışıqlığın olduğunu görə bilərik. Qədim, ən qədim, həm də burada orta, yəni Kimmeri qırışıqlığını görmək olar. Çəhrayı Baykal qırışıqlığıdır. Ərəbistan yarımadası da bu qırışıqlığa aid edilir. İndi Taymır yarımadası çayları yalnız bir okean, təbii ki, Şimal Buzlu okeana aid ediləcək və heç vaxt sıfıra bərabər olmur, çünki günəş zenitdə olmur deyə ən uyğun variant A'dır. Heç vaxt sıfıra bərabər olmaz. Pirineydə, Skandinaviyada, Labrador, Çukot. Yəni əslində bu cümlə bütün variantlara aiddir. Digər yarımadalara baxsaq, məsələn Skandinaviya görürsüz. Yəni burada yarımadadan söhbət gedir. 2 qırışıqlı vilayətini görmək olar. Piriney yarımadasında 2 qırışıqlıq, 3 qırışıqlıq yoxdur. Çukot yarımadası isə orta qırışıqlığa aid edilir. Növbəti sual. Düzən meşə landşaftının qorunduğu milli park Samur Yalama Milli Parkıdır. Xaçmaz ərazisində yerləşir. 30. Səudiyyə Ərəbistanı, Oman, Suriyə və Yəmən üçün oxşar cəhət və ya cəhətləri müəyyən edin. Sahillərini Hind okean suları yuyur. Bu ifadə Oman və Yəmən üçün doğru ola bilər. Suriya Aralıq dənizində yerləşir, sahilində yəni. Səudiyyə Ərəbistanı isə Qırmızı dənizi görür, bir də İran körfəzini. Yəni Hind okeanı sahilində yerləşmir. Yəni oxşar cəhət deyil. 2-yə baxırıq. Unitar inzibati ərazi quruluşuna malikdir. Bəli, bu 4 dövlətin 4-ü də federativ deyil, unitardır. 2 oxşar xüsusiyyət,
3. Ərazisi iki işıqlanma qurşağında yerləşir. Səudiyyə Ərəbistanı və Omanı şimal tropik xətti kəsdiyinə görə iki işıqlanmada yerləşəcək, amma digərlərinə aid deyil. 4-ə baxırıq, aid olduğu regionda inkişaf etmiş ölkə mövcuddur. Təbii ki, Cənub-Qərbi Asiyada İsraili biz misal göstərə bilərik. 2 ilə 4 sualın doğru cavabıdır. 31. Xəritə sxemlərdə təsvir olunan A və B ölkələri üçün ümumi əlamətləri müəyyən edin. A. Əlcəzair, B isə Misirdir. İndi baxırıq. Liviya ilə həmsərhəddir. Təbii ki, Əlcəzairin həm Liviya ilə sərhədi var, həmçinin Misirin də. 1. Paytaxtları milyonçu şəhər olub ölkənin ən böyük şəhəridir ifadəsi də hər ikisinə aiddir. Federativ inzibati ərazi quruluşu, ümumiyyətlə Şimali Afrikada federativ dövlət yoxdur. Tropik xətti ilə kəsişir ifadəsi doğrudur. İki işıqlanma qurşağında yerləşirlər. İki okeanın sularına birbaşa çıxışları mövcuddur. Əlcəzair Aralıq dənizinə, amma Misir iki okean ola bilər. Həm Atlantik okean, həm də Hind okeanı. 5 olmaz, fərqləndirici xüsusiyyət deyil də ümumi əlaməti seçməli. Şimalında cavan dağlar yerləşir. Bu Əlcəzair üçün uyğundur, Atlas dağları, amma Misirdə cavan dağ yoxdur. 1, 2, 4 sualın doğru cavabıdır. 32-yə baxırıq, ölkələri verib xüsusiyyətlər. Ərazisi iki qitədə yerləşir. Təbii ki, aid olacaq Qazaxstana. Daha sonra monarxiya idarə etmə formasına aiddir. İsveçə aiddir. İsveç, Norveç, şimal meşə qurşağında yerləşən konstitusiyalı monarxiya ölkələri sayılır həmçinin demişdik. Sonra federativ inzibati ərazi quruluşuna malikdir. Argentinaya aid xüsusiyyətdir. Ərazisi 3 yarım kürədə yerləşir. Fransa, Qrinviç kəsdiyinə görə. Ərazisinin əksər hissəsində il boyu günorta vaxtı günəş üfüqün şimal tərəfində görünür. Təbii ki, Argentina günəşi həmişə özündən şimalda görür. Sonra, məsələn, Qazaxstan cənubda görər, İsveç cənubda görər, Fransa da həmçinin, amma Argentina isə şimalda görəcək. Cənub yarımkürəsində mülayim işıqlanma qurşağında yerləşir. Amma Argentinanın bəzi əraziləri ola bilər ki, günəş zenitdə olsun. Çünki Argentinanı cənub tropik xətti kəsir. Bir hissəsi tropik işıqlanma qurşağı, bir hissəsi isə mülayim işıqlanma qurşağına düşür. Heç vaxt zenitdə ola bilməz ifadəsi yazılsa yanlış olar, yəni. Növbəti xüsusiyyətə baxaq. 2 rəsmi dövlət dilinə malikdir. Bu Qazaxstan üçün uyğun gələcək. NATO təşkilatının üzvüdür Fransa. Əhalisinin əksəriyyəti Hind-Avropa dil ailəsinin German dil qrupunda danışır. Uyğun gələcək İsveçə. Yəni, əsasən German dil qrupu, protestant dini Şimali Avropa ölkələrinə xasdır. Əsasən dedim. Burada iqtisadi rayonların əhalisi sahəsinə görə sıralaması verilib. Əhalisinə görə ardıcılığa baxsanız, Bakı ən çox, ikinci yerdə Lənkəran, sonra Qarabağ, Mərkəzi Aran, Qazax, Tovuz gələcək. Cədvəldə gördüyünüz kimi əhalinin nə deyir burada? Artma ardıcılığı verilib. Yəni, Abşeron xızı, Gəncə Daşkəsən, Mərkəzi Aran, Lənkəran Astara, Qarabağ. Burada biz Qarabağla Lənkəran Astaranın yerini dəyişməliyik. Çünki Lənkəran Astaranın əhalisi Qarabağdan çoxdur. Yəni, 4 ilə 5-in yeri dəyişilməlidir. Doğru cavab A variantı. 34. Materik və ya qitələrin iqliminə aid olan doğru fikirləri müəyyən edin. Avrasiya materikində şimal yarımkürəsi üçün səciyyəvi olan bütün iqlim qurşaqlarına rast gəlinir. Tamamilə doğrudur. Özü də Asiya qitəsi mürəkkəb iqlim demişdik. Avropa qitəsində qərbdən şərqə doğru yağıntıların miqdarı artır. Xeyr, azalar olmalıdır. Çünki qərb tərəfi okean tərəfdir. Qərbdən şərqə doğru getdikcə kontinentallıq artır, amplituda artır deyə yağıntı azalacaq. London şəhərində yanvar ayının orta temperaturu Praqa şəhərindəkindən daha aşağı olur. Çexiyanın paytaxtıdır Praqa. Bu yanlış ifadədir, daha yuxarı olar. Çünki yenə də deyirəm, Praqa daha içərdədir. Kontinentallıq orada daha yüksək olar London şəhərinə nəzərən. Daha aşağı olar. Yəni Şərqi Avropada yerləşən Praqa şəhərində. Tayfun küləkləri, güclü yağışlar, təbii ki, tayfun küləkləri Şərqi Asiya üçün xarakterikdir və güclü yağışlar demişdik, güclü küləklər demişdik. Doğru ifadədir. Asiya qitəsində ən çox yağıntı Ceyrapunca məntəqəsinə düşür ifadəsi də doğrudur. 1, 4, 5. Amma Avropada desək Dinar dağları olacaq. Çernogoriya. Y variantı.
Materikləri əhalisinin sıxlığının azalmasına görə sıralayın. Təbii ki, ən çoxdan başlamalıyıq. Ən çox sıxlığın olduğu materikdən olacaq Avrasiya, ikinci yerdə Afrika, Şimali Amerika, Cənubi Amerika, ən az, yəni sıxlıq olacaq Avstraliya və ya Okeaniya deyə bilərik. Növbəti sual 36. Verilmiş inzibati rayonlar üçün doğru olmayan fikirləri müəyyən edin. Gəlin bu inzibati rayonların adını çəkək. 1. Kəlbəcər, 2. Laçın, 3. Xocavənd, 4. Zəngilan, 5. Cəbrayıl. Yazılıb bütün inzibati rayonlar eyni iqtisadi rayona aiddir. Axı Xocavənd Qarabağa aiddir deyə elə yanlış, doğru olmayan 1 olacaq. Sonra 1 rəqəmi ilə işarələnmiş inzibati rayonda Çıraq 1, Çıraq 2 kiçik seyslər var. Təbii ki, Kəlbəcər ərazisində doğrudur. 5 rəqəmi ilə işarələnmiş inzibati rayonda Araz vadisi, yəni Cəbrayılda iqtisadi zonası sənaye parkının yaradılması icra olunmaqdadır. Doğrudur. 4 rəqəmi, yəni Zəngilan inzibati rayonda hava limanı fəaliyyət göstərir. Bu da doğrudur. Burada yalnız bir variantı burada doğrudur. 37-yə baxaq. Aşağıdakı fikirlərdən hansılar doğrudur? Deməli, ölkəmizdə şəhərlərin sayı inzibati rayonların sayından daha azdır. Bu ifadə yanlışdır, çünki rayonlar şəhərlərdən daha çox olacaq. Balakən, Şəmkir, Qazax inzibati rayonlarında əhalinin orta sıxlığı Biləsuvar, Kürdəmir və Ağsu rayonlarının orta sıxlığından daha yüksəkdir. İndi xəritəyə nəzər salaq. Burada dedik ki, Balakən, Şəmkir, bir də Qazaxın sıxlığı görürsünüz, tünd rəngdədir. Biləsuvardan, Kürdəmirdən, bir də Ağsudan çoxdur. Gördüyünüz kimi bu ifadə doğru ifadədir. Daha sonra doğruları deyirsə 2-ni götürməliyik. Cənubi Amerikada 65 yaşdan yuxarı olan əhalinin xüsusi çəkisi Asiyadakı əhalinin xüsusi çəkisindən daha çoxdur. Bu ifadəni biz bu diaqramda görə bilərik. Asiyada 65 yaşdan yuxarı əhalinin çəkisinə baxın, bir də Cənubi Amerikaya baxın. Təbii ki, Cənubi Amerikada daha çox oldu. Deməli, biz doğruları işarələyək. Sonra Təbrizdə yaşayan Azərbaycanlıların sayı Gəncədə yaşayan Azərbaycanlıların sayından daha azdır. Bilirik ki, İranda 30 milyon Azərbaycanlı yaşayır və Təbrizdə isə Azərbaycanlıların sayı 1 milyondan çoxdur. Amma Gəncədə 300 mindir. Təbii ki, Təbrizdə yaşayan Azərbaycanlıların sayı Gəncədə yaşayan Azərbaycanlıların sayından daha çox olar, az yox. 4 yanlışdır. Ölkəmizdə kənd əhalisinin xüsusi çəkisi şəhər əhalisinin xüsusi çəkisindən daha çoxdur. Xeyr, şəhər əhalisinin çəkisi daha çox olacaq. Ukraynada əhalinin müəyyən hissəsi məcburi miqrasiyaya məruz qalmışdır. Bu doğrudur. 2-3-6 sualın doğru cavabıdır. Hətta ekoloji miqrasiya deyərkən də Ukraynaya da düşür Çernobola görə. Kollaps vəziyyət. 38-ə baxırıq. Xəritə sxemaya əsasən rəqəmlərə müvafiq gələn coğrafi obyektləri müəyyən edin. Deməli 1 olacaq Aral gölü, 2 Amudərya çayı, 3 Sırdərya çayı. Amudərya Pamirdən, Sırdərya Tian-Şan dağlarından başlayır. 4 Balxaş gölü, 5 İli çaydır ki, Balxaş gölünə axır və İl üzərində Kapçaqay su anbarını görə bilərik. Sahilləri 2 okean suları yuyur. Aid olduğu materikin şimal, cənub, şərq və ya qərb ucqar nöqtələrindən biri yerləşir. 3 yarımkürədədir. 1 işıqlanma qurşağındadır. Hansı ölkə olacaq? Elə A variantına baxsaq Kolumbiya. 2 okean, həm sakit, həm Atlantik. Şimal ucqar nöqtəsi, yəni Qalinyas burnu Kolumbiya ərazisində yerləşir. Ekvator xətti kəsir. Lakin bir işıqlanma, çünki nə şimal tropiki, nə cənub tropik xətti kəsməz bu ölkəni deyə. Yəni ya qütb dairəsi kəsməlidir bir ölkənin 2 işıqlanma qurşağında yerləşməsi üçün, ya da tropik kəsməlidir. Ona görə də bütün bu verilən xüsusiyyətlər Kolumbiya ölkəsi üçün doğrudur. Çili məsələn 2 işıqlanma qurşağında yerləşər, Car 2 işıqlanma qurşağında yerləşər deyə götürmürük. Panamada ucqar nöqtə yerləşir, söz yox. Amma biz 3 yarımkürə götürə bilmərik. Əlcəzair 2 işıqlanma qurşağı və 3 yarımkürədə yerləşir deyə. Burada 1 işıqlanma deyir, götürmürük. Yerdə qalır A variantı. Sonuncu suala baxırıq. 2 xarici ölkə ilə həmsərhəd olan inzibati rayonlar. Bilirik ki, Şəki-Zaqatala iqtisadi rayonunda Balakən-Zaqatala Qax həm Rusiya, həm Gürcüstanla sərhəddə yerləşir. Qazax-Tovuzda Qazax-Tovuz-Ağstafa həm Gürcüstan, həm Ermənistanla sərhəddə yerləşir. Şərqi Zəngəzurda Zəngilan
həm İran, həm Ermənistanla sərhəddə yerləşir. Naxçıvanın əksər rayonları iki xarici ölkə ilə sərhəddə yerləşir. Yalnız Şahbuzu istisna götürürük. O yalnız Ermənistandır. Sədərək isə 3 ölkə ilə sərhəddə yerləşən yeganə inzibati rayonumuzdur. Burada doğru cavabları baxaq. Daşkəsən olmaz. Yalnız Ermənistan olar. Sonra Gədəbəy olmaz. Zəngilan, Qax-Qazax uyğundur. Burada Ağstafa olar, amma Şəki yalnız Rusiyadır deyə biz D-ni götürmürük. Samux olmaz, yalnız Gürcüstandır. Laçın Ermənistandır. Şahbuz da yalnız Ermənistandır. Doğru cavab C variantıdır.